Salam. Deməli, keçən günlərdə bir 10 dənə test paylaşmışdım. Həmin testlərin istəyirəm ki, video izahını verim. Birinci sual, 15-ci əsrə aid hadisələrin xronoloji ardıcıllığını qurun. 15-ci əsrə aid olan hadisələri soruşur bizdən. İngilislər mühüm əhəmiyyət daşıyan Orlean şəhərini mühasirəyə aldılar. 1428-29-cu illərdir. 100 illik müharibənin başa çatması. 100 illik müharibənin başa çatması isə 1453 Altaylar üsyanı, bunu çıxaq 1381-dir. İspaniya krallığının yaranması 1479. Vasco da Gama'nın Hindistana gedən dəniz yolunu kəşf etməsi 1498. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 7-ci Henrik Tudorla 1485. Avropalıların barıtdan istifadə etməyə başlaması isə bunu da çıxaq, çünki 11-12-ci əsrlərdə Avropalılar barıtdan istifadə etmişdi. Janna d'Arc'ın tonqalda yandırılması isə 1430-cu il. Xronoloji ardıcıllığı düşsək 1, daha sonra isə 8, 2, 4, 6 və 5. 1, 8, 2, 4, 6, 5. Doğru variant C variantıdır. İkinci sual, uyğunluq gözlənilmişdir deyir. Sərdurud döyüşündə Cəlaliləri məğlub etdi. Qaraqoyunlu qoşunları Teymuriləri məğlub etmişdir. Əsəd döyüşündə Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusuf məğlub etdi. Cəlali Sultan Əhmədin qoşunlarını Qaraqoyunlu dövlət deyildi. Qara Yusuf da hökmdar deyildi. Şirvanşahlarla Teymurlar arasında olmuş Kür sahili döyüşündə məğlub edildi. Teymuri hakimi Ömərin qoşunları. Bu doğrudur. Alaşkert döyüşündə Qara Yusuf deyildi, Qara İskəndər idi. 14-cü əsrin 70-ci illərində Şirvanlı Cəlalilər dövlətinin tərkibinə qatı Sultan Əhməd 1367-ci il idi və bu da səhv variantdır. Uyğun olmayanı müəyyən edin. Misiri Osmanlı dövlətinin tərkibinə qatdı. Sultan Səlim, doğrudur. Osmanlı dövləti paşalıqlara, sancaqlıqlara bölündü. 2-ci Mehmetin dövründə bu yanlışdır. Bu variant B variantını götürürük. Orxan Qazinin dövründə idi. İspaniyadan qovulan Yahudilərə Osmanlı ərazisində sığınacaq verdi. 2-ci Bəyaliz, doğrudur. Kürdlərlə birlikdə Xoya hücum etmişdi. 3-cü Murad, doğrudur. Səfəvilərlə müharibəyə səbəb olmuşdu. Bizans Anadolu torpaqlarından qovuldu. Orxan Qazi, bu da doğrudur. Uyğunluğu müəyyən edin. Şeyx Əli xan Qacara tabe olaraq onunla dostluq əlaqələri yaratdı. Qubalı Şeyx Əli xan Qacara tabe olaraq onunla dostluq əlaqələri yaratdı. B. 1-ə B variantı. 1-ə B, A-la D-ni çıxaq. Şuşa qalası mühasirədə qaldıqda Pənahlı xan oğlunu girov verərək şəhəri mühasirədən azad etdi. 59-cu il, 1759-cu il. 2-yə C və variantımız C variantıdır. 9 ay mühasirədən sonra Urmiya şəhəri ələ keçirildi. 3-ə A-dır, bəli. Sonra 4 Qaradağ xanlığı, Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bəli, 1782-ci il. Yer doğrudur. Şəkili Hüseyin xan Qubalı Fətəli xanla müqavilə bağladı. 1769-cu il. 2-ci Dünya müharibəsinə aid xronoloji ardıcıllığı müəyyən edin. 2-ci Dünya müharibəsinə aid 2-ci Dünya müharibəsi dövründə baş vermiş. SSR və ABŞ qoşunları Elba çayı sahilində birləşdilər. 1945-ci ilin deməli aprel ayında
Atlantik Okeanına gedən döyüşlər faşist blokunun böhranına səbəb oldu. Bu isə 1943-cü ildə Üçlər Paktı müqaviləsi imzalandı. 1940-cı ilin sentyabr ayında İtaliya Almaniya ilə Polad Paktı bağlandı. Bu 1939-cu ildədir və bu deməli müharibə zamanı bir-birlərinə yardım etmək haqqında müqavilə idi. Ona görə bunu götürmürük. Müharibədən qabaq idi. Hərbi əməliyyatlar Şərqə Sakit Okeana yayılmağa başladı. 1941-ci ildə Yaponların Pearl Harbor bazasına endirdiyi zərbələrdən sonra ABŞ müharibəyə qoşulur və hərbi əməliyyatlar Şərqə və Sakit Okeana yayılmağa başlayır. Almanlar Ukrayna və Belarusu işğal etmə əməliyyatına başladı. 1941-ci ilin yay aylarında Almaniyanın Mərkəzi Avropada strateji mövqeyi möhkəmləndi. Bu isə müharibədən əvvəli idi. Münhen sövdələşməsi ilə 1938-ci ildə müttəfiqlərin hücum əməliyyatlarını əlaqələndirmək qərarı alındı. Yalta konfransı 1945-ci ilin fevral ayında. Daha sonra 1941 yay 6 3-6, daha sonra 3-6-5 və 3-6-2, 8 sonra 1 B variantı, bəli. Fevral sonra aprel. 6. Uyğun olmayanı müəyyən edin deyir. Doğruya yanlış, yanlışa doğru. Deməli, yanlış və doğru. Yanlışa doğru. 1864-cü ildə 1-ci Aleksandr yerli özünü idarəetmə orqanları haqqında əsasnamə təsdiq edildi. Bu əsasnamə 2-ci Aleksandr tərəfindən verilmişdir və bu yanlışdır. A-nı götürürük. Nişlat sülhü ilə Rusiya Baltik dənizə çıxış təmin etdi. Bu doğrudur. Doğru olduğuna görə bizə lazım deyil. Paris sülhü ilə Rusiya Qara dənizdə hərbi donanmaya sahib ola bilməzdi. Bəli, bu da doğrudur. Təkcə Rusiya yox, başqa dövlətlərdə aid idi. Yanlışı seçirik. Burada doğruları seçməliyik. Stolypin islahatları ilə təhkimli kəndlərə əmlaka sahib olma hüququ verildi. Stolypin deyildi. 2-ci Aleksandrın dövründə idi. Ona görə bu yanlış olduğu üçün uyğun deyil. Rusiya 1810-cu ildə məşvərətçi orqan olan Dövlət Şurası yaradıldı. Biz burada dedik ki, doğruları seçəcəyik. Y variantı doğrudur. 1649-cu Rusiyada məclis qanunnaməsi qəbul olundu. Bu da doğrudur. A, Y, F. Xəritəyə əsasən Xəritəyə əsasən 3-7-ci əsrlərə uyğun memarlıq abidələrini seçin. 1. Birdə nədir? Çıraqqala. Deməli. Birdə Çıraqqala. 1B. 2-də nədir? Laçın. Ağoğlan. Laçın kimi Ağoğlan. 2. D. 3. Şəki. Şəkidə Kiş. Ş, Y. 3'ə Y. 4. Lerik. Lerikdə Oğlanqala. Bura aid deyil. Oğlanqala 9-11-ci əsr memarlığı hesab olunur. Daha sonra isə Daha sonra 5 Xocavənd. Xocavənddə Amanas monastırı. 5'ə A. 6 Şamaxı. Şamaxıda isə Sündü məscididir. Bu isə 10-cu əsrə aiddir, 920-ci ilə. Ona görə bunu götürə bilmirik. 1B, 2D, 3Y, 5A.
və variant C variantı doğrudur. Uyğunluğu müəyyən edin. Xlodvig, Karl Martel və Böyük Karl. Uyğun olan dövlətin kralın adından idarə edilməsi. Karl Martel kral olmadığı üçün dövlətin kral adından idarə olması 2-yə A olmayanları çıxaq. Deməli, müttəfiq olduğu digər tayfa başçılarının aradan götürülməsi. Bəli, zərərsizləşdirilmişdir. Xlodvig 1-ə B. Avar xaqanlığına qarşı mübarizədə xüsusi qəddarlığı göstərmişdir. Böyük Karl 3-ə C. Qərbi Avropanın müsəlman imperiyasının bir hissəsini çevirməsinin qarşısına alınması. Bu isə Karl Martel 2-yə D. Daha sonra Frank adət ənənələri və Roma hüququ əsasına qanun tərtib etmişdir. Dövləti yaratdı və qanunlar elan etdi. Xlodvig Y 1-ə Y. Pireneya yarımadasının bir hissəsini xristianlığı yaydı. Böyük Karl 3-ə F. Cavab C variantıdır. Orta Tunc dövründən fərqli olaraq son Tunc dövründə baş vermişdir. Atdan minik vasitəsi kimi istifadə olunması. Bu demək olar ki, erkən Tunc dövründə də var idi, orta Tunc dövründə də var idi. Ona görə götürmürük. Metal işləmədə metal əlintləri xüsusi qəlblərə tökməklə məmulatların hazırlanması. Deməli, bunu biz Eneolit dövründə də görürük, erkən Tuncda da görürük, orta Tuncda da görürük. Ona görə bu da aid deyil. Duluzçuluq sənətinin yeni inkişaf mərhələsinə keçməsi. Bu da təbii ki, duluzçuluq yaranandan sonraki dövrlərdə hər dövrdə duluzçuluq sənəti yeni inkişaf mərhələsinə keçmişdir. Ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə olunması. Bu isə məhz son Tunc dövrünə aiddir. Əhalinin əsas təsərrüfat forması maldarlıq və əkinçilik idi. Bu maldarlıq və əkinçiliyin yaranmasından sonra demək olar ki, əhalinin əsas təsərrüfat forması maldarlıq və əkinçilik olmuşdur. 11-ci əsr üçün Azərbaycan tarixi xarakterikdir. Lisabon samitinin keçirilməsi. Lisabon samiti deməli keçirilmişdir 1996-cı il. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi ilə bağlı saziş bağlanmışdı 1999. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşa şəhərində qeyri-rəsmi zirvə görüşü keçirilmişdi 2024. TANAP-ın açılış mərasimi keçirilmişdi deməli 2018. Bütün çadır şəhərciklərinin ləğv olunması isə 2007-ci ilə aiddir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi 2011. Qoşulmama hərəkatının yaradılması isə 1961-ci ilə aiddir. Bizdən isə 21-ci əsr üçün Azərbaycan tarixi 1-i çıxırıq, 2-ni də çıxırıq, 7-ni də çıxırıq, 3, 4, 5, 6. 3, 4, 6. B variantı. Bu qədər.